Salamlar hər birinizə. Bu videoda Azərbaycanda bir gəncin həm tələbəlik dönəmində, həm də çətin dönəmlərdə YouTube tərəfindən fokuslanmağını və bu uğura necə çatdığına şahid olacaqsınız. Və bərabərində bunu da deyim ki, sizə həmin bu dostumuz bu işə uzun müddətdir ki, başlayıbdı. Daha biraz az yaş deməyim, amma düşündüyünüz yaşda başlamayıbdı yəni. Məsələn 20 yaşdan yuxarı yaşlarda başlamayıbdı. Daha az yaşlarda bu işə başlayıb və uğur əldə eləyibdi. Bu da bir çox insana motivasiya olacağını düşünürəm. Odur ki, çayınızı, kofenizi alın yanınıza, diqqətlə izləyin və şahid olun ki, bu gənc həm çətinlik dönəmlərində, həm də tələbəlik dönəmlərində bu uğura necə imza atdı. Bəli, bu səfər fərqli bir konsept ilə qarşınızdayam. Podkast etməyi düşündüm mən bu formada podkastlər. Bu işdə uğur qazanmış insanları kanala dəvət eləyəcəm. Həm söhbət olacaq, həm də uğurlarından sizə nümunə göstərəcəm. Bu podkast konseptini də həm bu işə başlamaq istəyən insanlar üçün həm motivasiya olsun deyə, həm həvəs olsun deyə, həm də bu insanlar necə bu işi bacardılar və qarşılarına məqsəd qoyaraq necə bu işi davamlı olaraq etdilər. Bunu da həm söhbət olaraq, həm də göstərərək sizə nümunə olmağını istədim. Bu video üçün də Məhəmmədi dəvət elədim. Məhəmməd, bu arada çox sağ ol gəldiyinə görə və dəvətimi qəbul etdiyinə görə. Çox sağ ol ağa, sən də məni dəvət etdiyinə görə. İnşallah bu gün çox maraqlı bir podkast keçirəcəyik və çox maraqlı həm YouTube strategiyaları, həm yeni başlayanlar üçün maraqlı bir psixoloji dərsləri də keçəcəyik. İnşallah başlayaq, start eləyək. Başlamamışdan əvvəl bunu demək istəyirəm ki, Məhəmməd 25 və yaxud da 30 yaşında deyil, çox az yaşda bu nəticəyi əldə edibdi və indi də özündən eşidəcəyik hər birini. Məhəmməd, sən bizə danış. Məhəmməd kimdir? Nə işlə məşğuldur? Daha əvvəl nə işlə məşğul olubdu? Bu işə necə başlayıbdı? Səndən dinləyək. Mən Məhəmməd, 20 yaşım var. Artıq 3 ildir YouTube Automation dediyimiz YouTube fərqli content videoları düzəldirəm. Bu müxtəlif dillərdə olur, müxtəlif sahələrdə olur. Bu işə başlamağım əslində kömək olan insanlardan biri və hətta bu işi mənə biraz yol göstərən insanlardan biri, hazırlıq yoldaşlarımdan biri olan Xaliq olmuşdu. Xaliqdən ilk başlarda bir body olaraq mənə çox kömək olmuşdu. Təbii ki də onun dəstəyini əsirgəmək olmaz. İlk dönəmlərdə bir body şəkildə başlayırdıq. Biraz bu işi arxa planda görməyə fikirləşirdik. Yəni sadəcə gündə 1-2 saatdan ayıraraq bu işə bir nəticə gəlməyimizi elə fikirləşirdik ki, yaxşı nəticələr alacaq, amma heç elə deyildi. Yəni düzdür, pazarlamacılar biraz bizə satırlar ki, gündə cəmi 1 saat məşğul olaraq bunu eləyirsiniz, gündə cəmi 2 saat bunu məşğul olaraq hər şeyi eləyə bilərsiniz. Yəni realda bu mümkün deyil. Çünki zaten bir şeyi öyrəndiyiniz zaman buna saatlar lazımdır, fərqli mənbələr lazımdır. Siz onları beyninizdə harmanlayırsınız və nəticədə ortaya bir şey çıxır. Eynən YouTube-da da mənim üçün elə oldu. Artıq günlərdən YouTube-a vaxt sərf elədikdən sonra bir çox shorts kanal elədim, bir çox uzun konseptlər elədim, amma nəticədə bir kanal oldu ki, mən 1 il ərzində heç bir pul qazanmadan, mənfəət gütmədən qazandığım uğurları bir kanalda partlatdım. Qazandığım bu uğur nəticəsində də bütün əziyyətlərim üstələdi, keçdi. Yəni demək olar o kanaldan bütün həyatımı dəyişdi. Təbii ki də o kanalı göstərməyəcəm, amma başqa bir kanalı burada göstərəcəm. İnşallah bu kanallarımızdan sadəcə biridir. İnşallah keçək təqdimata ağa ilə davam eləyək. Yəni çox sağ ol dediyinə görə və bunları bizlə bölüşdüyünə görə. Bəs sən neçə yaşında bu nəticəni əldə etdin? Nə formada oldu? Dediyim kimi 1 il ərzində daim müxtəlif kanallar test elədim. Heç bir mənfəət gütmədən. Sadəcə 17 yaşım var idi bu arada bunları eləyəndə. Çox böyük həvəs, çox böyük bir disiplin deməzdim, amma yenə də nizam-intizam var idi. Bütün gün demək olar ki, video editləyirdim. Bütün gün demək olar ki, bir kontent axtarırdım. Nədir bir şey taparam, nədir bir şey əldə eləyəcəm kimi. Amma içdən-içə buna inanırdım həqiqətən. İçdən-içə hətta mənim o dönəmlər çəkdiyim üçün yığdığım videolar belə var. Bəzi videolarda çox peşman olmuşam, bəzi videolarda nə bilim hətta ağladığım videolar belə vardı. Yəni adam deyir ki, nə qədər məşğul olursan, amma ortada heç bir şey yoxdur. Amma bunların sonunda həqiqətən bir etap kimi sənə necə gəlib döndüyünü anlayırsan. Yəni bir etaplar keçirsən, amma nəticədə geriyə baxdığında deyirsən ki, yaxşı bu etaplardan keçdim. Çünki mən əgər YouTube-a 1 ay başlayıb uğur qazansaydım, keçmişdə mənim hekayəm olmayacaqdı. Keçmişdə danışa biləcəyim. Burada hətta ağanın qonağı belə olmaya bilərdim də. Yəni ən azından danışacağım bir iş hekayəni, danışacağım bir keçmiş hekayənin olması çox mükəmməl bir hissdir mənim üçün. Və indi də bacardığım qədər elədiyim səhvlərdən, təcrübəmdən, elədiyim düzlərdən sizə danışacağıq və növbəti kanallarımızda da bu strateji, növbəti videolarımızda daha doğrusu bu stratejiyalar haqqında daha ətraflı mövzu eləyərik. Eynən, əlbəttə ki.
Sən dediyin kimi də bu iş disiplin istəyir. Yəni disiplin olmaq lazımdır. Qarşımıza bir məqsəd qoymaq lazımdır. Mən bunu Instagramda da dəfələrlə deyirəm. Yəni storylərdə də paylaşıram ki, qarşınıza məqsəd qoyun. Hər iş belədir, fərqi yoxdur. Bütün işlərdə bu belədir. İnsan bir işi həqiqətən də istəyirsə də istəkli olmalıdır. İlk növbədə istəkli olmalıdır və qarşısına məqsəd qoymalıdır ki, o işə çatana qədər davam etsin. Bir gün başladım və yaxud da 5 gün başladım, etdim bu işi, sonra dayanım, mənlik deyil bu iş və yaxud da mən edə bilmədim kimi etmək lazım deyil. Biz burada səhvlər etməliyik. Hansı ki, bu işdə də, başqa işlərdə də səhvlər etməliyik ki, səhvlərdən dərs çıxardaq və inkişaf eləyək. Yəni insanın inkişaf etməyi bu formada olur. Biz birinci səhv etməliyik. Sonra da o səhvlərdən dərs çıxartmalıyıq ki, inkişaf eləyək və hədəfimizə doğru gedə bilək. Sonra da hədəfimizə çataq. Uğurlar zaten bu formada olur. Hər kəs zaten uğursuz olur. Sənin də kanalların uğursuz olubdur. Həmçinin mən özüm də və bunu dəfələrlə deyirəm. Uğursuzluqlarımız olub ki, biz uğura çatmışıq. Onlardan dərs çıxartmışıq. O formada davam eləmişik. Ona görə də həmçinin bu video baxanlar da, bu işə başlamaq istəyənlər də daimi qarşıdakı məqsədə tərəf yönəlməlidir. Qarşılarına məqsəd qoyandan sonra o məqsədə çatana qədər işləmək lazımdır, çalışmaq lazımdır və bir sözlər inanmaq lazımdır. Əsasən də inanmaqdır. Və belə deyim də, Məhəmməd bizə bir sıra şeylər də danışdı. Bu həqiqətən çox dəyərli və lazımlı məlumatlardır. Bu arada Məhəmməd, ayarlar hissəsindən bu dolların hansı valyutada olduğunu da bizə göstərməyini istəyirəm. Çünki abunə orada azdır. Bəzi insanlar yaza bilər ki, bəs sən bizə yanlış məlumat mı göstərirsən? Və buradan da baxın, ABŞ dolları olduğunu göstərək, başqa valyuta deyil. Çünki sonra deyə bilərlər də burada Armeniya. eynən, eynən. Dolar Çünki var YouTube yəni. bu formada eləyir ona görə. Yəni buradan da ABŞ dollarında olduğunu görürük. Bunu mən nəyə görə əsasən dedim göstərək? Çünki Məhəmmədin 5913 abunəsi var. Bir çox insan deyir ki, milyon abunə lazımdır. Nə bilim ondan sonra ən azı bir 100 min olmalıdır da abunəmiz. 100 min olmalıdır ki, biz o pulları qazanaq. Xeyr, elə bir şey yoxdur. Bizim zaten buradakı öyrətdiyimiz işlərin əsası az izlənməyə çox gəlir qazanmaqdır. Çünki YouTube-da həqiqətən çox fürsət var. Siz sırf 100 min izlənməli və yaxud da 1 milyon izlənməli deyilsiniz. Günlük sadəcə 2000, 3000, 5000 izlənərək də yüksək gəlirlər əldə etmək mümkündür. Əsas olan odur ki, konsepti doğru seçək. Videoları da keyfiyyətli hazırlayaq. Bu o demək deyil ki, biz elə videonu yükləyək, 2000 izlənəcək, 3000 izlənəcək qazanacaq. Elə bir şey yoxdur. Videonu keyfiyyətli etmək lazımdır. Çünki bunlara baxan insanlardır. Bu videoları izləyən insanlardır. Bu formada fikirləşmək lazımdır. Ona görə də videoları keyfiyyətli hazırlamaq mütləqdir. Bəli, Məhəmməd, növbəti sualım nə ilə bağlıdır? Sən bu kanalda uğuru necə əldə etdin? Yəni nə etdin? Məsəl üçün bu kanalı necə düşündün? Başqa bir yerdənmi gördün? Və yaxud da ən uğurlu videon hansıdır? Nəyə görə uğurludur? Bunu səndən eşitmək istəyirəm. Həmçinin izləyənlər üçün də maraqlıdır. Bu kanalın biraz hekayəsi fərqlidir əslində. Hər mahnının, hər bir incəsənətin hekayəsi olduğu kimi bu kanalın da bir fərqli bir hekayəsi var. Çünki mən fikirləşirəm ki, insan sosial mediaya bir əmək qatırsa, ən azından sosial mediaya bir video paylaşırsa, insan bunun biraz arxasında incəsənət kimi də fikirləşməlidir. Çünki sən günün sonunda insanlara dəyər qatırsan və sadəcə bir pul olsun, nə bilim, kimsə izləsin deyə şey atmırsan da. Mən biraz incəsənət tərəfindən baxıram. Ona görə də bunun üçün mən xüsusi bir hekayəsi var. Öz işinə dəyər vermək lazımdır. Eynən sözsüz ki, aydın elə gəlir. Məsəl üçün də sən ayda qazanırsan 2000, 3000 manat, amma o pulun heç bir manatını belə işinə xərcləməsən, yəni bu artıq sən işinə qarşı olan bir hörmətsizlikdir ki, növbəti ay, növbəti bəlkə də 6 ay ərzində sən o feedbacki yenə təzədən ala bilməyəsən, geri dönüş ala bilməyəsən. Mən bu kanalın hekayəsini qısaca danışsam, bu kanalı səhv etmirəmsə yay aylarında tapmışdım konsepti, amma sentyabr aylarında, avqust aylarında elə video atmağa başlamışam. Sentyabrda falan PK-sını açmışdım. Yəni pul qazanmasını açmışdım. Necə idi? Artıq avqustdur. Bu arada mən 3-cü kurs tələbəsi idim. Yəni 3-cü kurs tələbəsi olurdum bu kanalı açanda. Hələ olmamışdım. Hətta təbii vaxtında sən, yəni dərslərin ortasında, imtahanların ortasında. Eynən. Zaten çox vaxt belə məlumatlar vermək istəyirəm ki, yəni bizdə çünki uşaqlardan çox görürəm ki, hər şeyi bir bəhanə eləməyi sevirlər. Nə bilim, mənim indi imtahanlarım var, imtahan dövrümündəyəm. İndi başqa bir şeyə hazırlaşıram. İndi hələ cavanam. Sonra eləyərəm kimi min çox şeylər var. Təbii ki, insanların fikirlərinə yargılamaq olmaz. Yəni amma bizim kütləmiz bu videonun hədəf
etmək istədiyi kütlə o kütlə deyil. Bizim kütləmiz həqiqətən özünü inkişaf elətdirmək istəyən və ən azından bilir ki, indiki çəkdiyi əziyyətləri nəticəsində gələcək 20 il, 30 il özünə rahatlıq qazanacaq. Və burada əsas hekayə nə idi? Mən universitetə başlayırdım və demək olar ki, sıfırlarda bir yerdə idim. Xüsusən də mənim sosial həyatımda müxtəlif problemlər olmuşdu. Özümü biraz depressiv kimi bir şeylər, o vaxtlar biraz ruhani cəhətdən tam hazır deyildim belə şeylərə və birdən-birə fikirləşin də 17 yaşlı bir uşaq çox yüksək bir gəlirlərlə oynayır. Çox böyük bir həm psixoloji cəhətdən insana mənfi təsir edirdi. Həm də adam necə bu şeylər necə başa çıxmalıdır, bu şeyləri necə eləməlidir falan heç bir şey insanın fikri belə olmur da. Yəni 18 yaşında artıq mən vergi ödəyicisi idim. Yəni bu mənə çox qəribə gəlirdi də. İnsanlar çünki vergi şeyə çox böyük bir çətinlik kimi, baryer kimi görür, amma mən onu 18 yaşında Narahat olurlar. Düzdürmü? Eynən 100%. Hamı fikirləşir ki, vergi ödəmək nə bilim, çox böyük problem yarada bilər sonradan belə bir şey olar, amma şükür Allaha heç bir problem yaranmadı. İndi zaten böyük ehtimalda sizdə yaranmayacaq. Ən azından YouTube Automation sayəsində sizə bunu qaranti verə bilərəm. Qanunla görürük də, yəni hər şey qaydasında, qanunla. Niyə problem yaransın? Sadəcə olaraq insanlarda biraz narahatlıq var da toplumda. Ona görə də biz bunu daha belə aydınlaşdırmağa çalışırıq ki, problem yoxdur. Çünki biz hər şeyi qanunla görürük. Dövlətin bizə göstərdiyi şeylərə əsasən edirik. Ona görə də narahatçılıq heç bir halda olmamalıdır və problem də heç bir halda olmamalıdır. Ki təlimdə də mən özüm bununla bağlı bölüşmüşəm. Vergini nə formada ödəmək lazımdır, nə formada etmək lazımdır. Bunların hamısı qanun çərçivəsində edilən şeylər olduğuna görə heç bir narahatçılıq hiss etməyə ehtiyac yoxdur, nə düşünməyə ehtiyac yoxdur. Və davam eləsin. Eynən. 100%. Bu kanalda deməli hekayəsində tam kritik nöqtə nə idi ki, mən universitetə təzə başlayırdım və zaten də çox uzun bir müddət evdən pul götürmürdüm və özümü də sığışdıra bilmirdim ki, təzədən evdən bir pul götürməyə falan da. Bu arada pis bir şey deyil, özünüzü inkişaf elətdirmək istəyirsinizsə evdən pul götürə bilərsiniz. Yəni gedib ən azından coffee shoplarda ofisiant kimi falan, yəni ofisiant mən də işləmişəm, amma bir nöqtədə sonra anlayırsan ki, ofisiant olaraq qazandığın pul ən azından gəlib evdə götürsən, bilərsən ki, özünə yatırırsan da o pulu. Ofisiant nə bilim coffee shopdur falan, kuryerdir falan. Mənim ən yaxın dostlarım var. Onlar kuryer işləyibdi, amma bilirəm ki, onlar günün sonunda işin son qəpiyinə kimi başqa işlərinə, özünü inkişaf eləməyə yatırıbdı. Amma bunu mən dediyim kimi də ən yaxın dostlarım baxıb rahatlıqla deyə bilərəm. Amma təəssüf ki, bir çox Azərbaycan gəncinin fikrində belə olmur. Əlindən gələn pul sadəcə olaraq 1-2 gün üzərində xərclənir gedir. Bu kanalın hekayəsində də əsas nöqtə o idi ki, demək olar ki, sıfırdayam, dibdəyəm, yeni bir şey axtarıram, daim bir şeylər təzələyirəm, scrolling edirəm, yeni bir kanal axtarışındayam və nəticədə Amerikada trend olan bir konsept gördüm və o konsepti biraz özgünlüyümü qatıraraq dediyim kimi tamamilə götürdüm, konsepti dəyişmədim. Sadəcə biraz özgünlüyümü qataraq videomu atdım. Bir video fıs, heç nə olmadı. 2 video sıfır, heç nə olmadı. 3 video heçlik, yenə də heç nə olmadı. 4-cü videodan sonra artıq yaxşı nəticəyə gəldik. Yəni yavaş-yavaş izləməyə başladım. Yaxşı nəticə deyəndə də, yəni 4-cü videomda 100-200 falan izləndim də. Amma mənim üçün çox böyük bir göstərici idi. Çünki əvvəlcən YouTube Automation-da məşğul olmuşam. Bilirəm ki, bu nəticələr çox yaxşı bir nəticədir. Belə-belə artıq irəlilədik, kanallar bu səviyyəyə gəldi. Hansı ki, bu kanal günlük artıq göründüyü kimi $364 falan, yəni yaxşı gəlirlər verməyə başladı. Eynən. Və bu sahədən sonra yavaş-yavaş bayaq dediyim kimi işə yatırım etməyə başladım, editorlar tutdum, fərqli-fərqli insanlarla bir yerdə işlədim. Və komanda işini gördükdən sonra artıq daha çox kanal işləməyə motivasiya olursan da, daha çox verimli işləməyə başlayırsan da. Mən bir növ pul verdim, daha çox zaman qazandım. Bu şəkildə bir hekayədən başladım kanala və çox yaxşı da nəticə verdi. Bir müddət sonra artıq yəni $15-20 falan gələndən sonra yəni adam günlük $360 qazanır, ondan sonra $10 gələndən sonra sənin motivasiyan ölür. Bu kanalın başını buraxdım, keçdim başqa konseptlər işləməyə. Yəni amma kanalın başını buraxmamın rəğmən qazandırmağa başlayırdı, yəni $10-15 falan. Biraz şeydir də, çörək pulu kimi bir şeydir. Günlük fırlanmalı. Bir yerdə gələndə restoranda yemək pulu kimi bir şey, shot pulu. Elə bir aylıq qazanc gətirməyə başlayırdı. Gündə $10-dan $200 falan məncə yaxşıdır. Yəni əsas olan odur ki, sən burada davam eləmisən. Belə bir kanala çatmısan və hər hansı bir işdə işləsəz, həmin bu gördüyün məbləği tez zamanda qazanmağınız biraz çətindir. Və bu məbləğləri qazanmaq, sonra başqa kanallarla məşğul olmaq, bunları belə deyim də etap-etap edərək yenidən qazanmaq çox yaxşı bir uğurdur və bizim üçün belə deyim də bir qürur mənbəyidir də. Və bu formada da biz işimizi daha da belə böyüdürük. Müəyyən müddətdən sonra editorlarla işləyirik, işimizi belə komanda formasına salırıq və
belə deyim də, işi davamlı edir. Burada gördüyünüz kanal bir vaxtlar trend olubdu. Trend olandan sonra normal olaraq düşübdü, amma yaxşı bir gəlir qazandırıbdı. Amma biz həmçinin uzun müddətli evergreen kanallar üzərinə də yönəldirik. Bizim üçün pasiv gəlir yaratmağına görə. İndi burada bir çox insan yaza bilər ki, yorum hissəsinə, bəs bu kanal qazandırdı, sonra qazandırmadı. Bu bəs belə necə ola bilər? Biz buna görə də həm niş kanallar edirik, həm də evergreen kanallar edirik ki, həm bir ay ərzində, 2 ay ərzində yaxşı gəlirlər qazanaq, həm də uzun müddətli pasiv gəlir verən kanallarımız olsun. O formada da özümüzü belə deyim də qarantiya altına almış oluruq əslində. Yəni sırf YouTube tərəfindəki gəlirlər bu formada deyil. 1 ay, 2 ay qazandım, sonra qazanmayım kimi deyil yəni. Başqa tərəfləri də var. Hətta bunun satış tərəfi də var, sponsor tərəfi də var. Pasiv gəlir də həmçinin buna daxildir. Hər ay sizin düzənli olaraq pasiv gəliriniz də olur. Bu sadəcə olaraq niş kanal olduğu üçün, trend olduğu üçün bir yerdə piklənmə yaşadı. Bir müddət sonra dayandı. Bəli, bu formada. Əlbəttə, mən bu konsepti sadəcə bayaq dediyim kimi trend bir şeydən başladım. Bu teması da, yəni insanlar hətta yorumlara qoy yazsınlar ki, bu insanlar 1-2 ay qazandırır, sonra qazandırmır. Yəni ekranı görsən də 1-2 ay sən bu pul qazansan, yəni inandırım səni, cəmaatın bəlkə də neçə il ərzində qazandığı bu puldur da, sən onu 1-2 ay ərzində qazanırsan və əgər sənin bunu eləmisənsə, müəyyən bir fərasətin var, bu fərasətdən digər kanallara fokuslana bilərsən ya da ki, özünü başqa bir sahədə yoxlaya bilərsən. Yəni ana məntiqdə artıq sənin bir qazanc mənbəyin olmuş olur. Yəni sıfırdan başlamaqdansa yaxşıdır. Hələ mən bunun trend olan bir konseptini dedim. Dediyim kimi də mən biraz sözün düzü Ağaya bu kanalı göstərməkdə tərəddüd eləyirdim. Çünki belə trend mövzudur. Uşaqlı təzə başlayan insanların belə trend mövzulara girməsini istəmirəm. Çünki evergreen konseptlər daha uzun müddətlidir, illərdir sizi apara bilir. Amma trend mövzular sizi 2-3 ay qazandıracaq, amma sonra dayandıracaq. Ondan sonra yəni ən azından ağa da mən aşmışıq. Bizim nə qədər pul qazandıran kanallarımız, bizim neçə min dollar itirdiyimiz kanallarımız olub. Hamısını indi riskli şeylər eləmişik, trend eləmişik, biraz müxtəlif şeylər yoxlamışıq və hamısı batıb gedibdir. Amma biz bunu zamanla psixologiyamızı yedirə bilmişik. Siz ilk başladığınız dönəmlərdə götürüb belə bir şey yoxlasanız, onsuz da algoritma biraz bilmədiyinizə görə də düzgün bir şey seçə bilməyəsiniz. Ondan sonra problemlər yaranacaq. Dediyim kimi evergreen konseptlər sizi daim aparacaq və bu dəqiqə piyasada o qədər evergreen konseptlər var ki, hətta sizin gözünüzün qabağında keçibdi. Siz sadəcə ona baxıb keçmisiniz ya da ki, demisiniz ki, bunu kim izləyər? Amma həqiqətən onu izləyən çox böyük bir kütlə var. Əlbəttə. Buna qatılıram mən də. Yəni belə bir şey deyim ki, buna əsasən biz özümüz də təlimin içində ən çox evergreen konsepti göstəririk. Evergreen konseptdə real nümunələr göstəririk. Nəyə görə? Evergreen kanalların müsbəti budur ki, siz biri var niş kanalda 5 video atdınız, biri də var ki, evergreen kanalda 5 video atdınız. Bir aydan sonra siz o kanala baxanda görəcəksiniz ki, evergreen kanalınız izlənməyə başlayıb və izlənib hətta nə qədərsə. Və bu sizə motivasiya olacaq. Amma niş kanalda bunlar izlənməyə də bilər. Və yaxud da bir aydan sonra niş kanala geri qayıdanda kanalın algoritması ölmüş ola bilər. Sonra davam eləməyə bilərsiniz də. Çünki YouTube misal üçün düzən istəyir. Amma evergreen kanalın algoritması olmur. Yəni siz evergreen kanala 3 aydan sonra da geri qayıtsanız, onun algoritması olmadığına görə izlənə bilirsiniz. Həm sizə motivasiya olur izləndiyi üçün, həm də davamiyyəti hər zaman var deyə, hər zaman da izlənir deyə sizin üçün bu bir həvəs olur. O formada da özünüzü qarantiya altına almış olursunuz və düzənli formada bir gəliriniz olur. Həm də dediyim kimi satış tərəfi və sponsor tərəfi də həmçinin var. Bəli, bu formada bu podkastı da yekunlaşdıraq. Məhəmməd, yəni səninlə də çox gözəl söhbətlər etdik həqiqətən də. Yəni bu podkast ilk podkastdır, amma həqiqətən çox yaxşı oldu. Çox yaxşı mövzulara toxunduq və ümid edirəm ki, izləyənlər üçün də bu çox faydalı oldu. Təkrardan çox sağ ol gəldiyinə görə və bunları bizimlə bölüşdüyünə görə. Çox sağ ol bir daha sənin dəvətinə görə. Sənin dəvətini təbii ki, qırmaq olmaz. İnşallah növbəti videolarda da, növbəti podkastlarında da çox maraqlı söhbətlər eləməyi düşünürəm. İnşallah bir yerdə yenə yaxşı videolar çəkərik. Təbii ki də insanlara yenə burada da dediyim kimi dəyər qatmaq qalır bizdən və yeni başlayanlar da həqiqətən bu işə sadəcə pulla yanaşanların heç bir uğur qazanmadığını gördüm. Yəni ətrafıma çox bu işə insanlar gətirməyə çalışdım deyək. Amma hamısı pul üçün yanaşdığına görə həmişə uğursuzluq rastlaşdılar. Bunun qarşısını almaq üçün sadəcə puldan baxmayasan da, bu işi sevdiyinə görə biraz kreativ də olmalısan. Yəni düzdür, pul qazanmaq. Mən həmişə bir dənə söz deyirəm, yəni pul həmişə qazana bilirsən də. Yəni istənilən bir dönəmdə sən istənilən sahədə pul qazana bilirsən. Amma günün sonunda o pulu hansı
əxlaq dəyərləri qoruyaraq və hansı şəkildə qazandığın maraqlıdır. Məsəl üçün mən bu dəqiqə sevmədiyim bir konsept eləyərəm. 1-2 ayda çox yüksək gəlirlər qazanaram, amma bilmirəm ki, o qazanc gələcək mənim cibimə girəcək yoxsa yox. Riskli bir konsept eləyərəm. Bir də var ki, sevdiyin bir konsept eləyirsən, onu çəkəndə belə həzz alırsan. Özünü yaxşı hiss edirsən. Yəni bu özünə qarşı elədiyin çox da böyük yaxşılıq olur. Tutaq ki, hətta burada müxtəlif sahələrdə eləyən insanlar belə var. Tutaq ki, yemək edirsən, aşpazsan da, sadəcə elədiyin yeməyə qıraqdan çəkilişini hazırlayırsan, atırsan YouTube-a məsəl üçün. Ya da ki, Instagram-a, TikTok-u falan. Ya da biz YouTube gəlirlərindən danışırıq. Başqa gəlirlər də var. İnşallah bunu da gələcək haqqında danışarıq. Bir daha çox sağ ol ağa, dəvətin üçün. İnşallah izləyicilərimizə də uğurlar arzu edirəm. Təkrardan mən də təşəkkürümü sənə bildirirəm gəldiyinə görə və dediyim kimi bu formada bir video hazırladığımız üçün mən də veriyim də çox sevindim və izləyicilər üçün də xoş olacağını düşünürəm. Məhəmməd təkrardan dediyim kimi çox sağ ol. Yəni bu podcast həqiqətən çox əla oldu və gəldiyinə görə, bu mövzular həqiqətən toxunduğuna görə və insanlara bu formada bir nəticəni göstərib həvəs verdiyin üçün mən sənə təşəkkür edirəm təkrardan. Çox sağ ol ağa. İnşallah bu da həqiqətən hansı bir gəlir güdmədən, hər hansı bir mənfəət güdmədən elədiyimiz bir şeydir. Zaten ağanı da YouTube sayəsində tanıyanlar ən azından da YouTube Azərbaycanda ağanın 5 adamdan birinə köməyi dəymişdi. Ona görə də elə içimən qarışıq. Mən də bacardığım qədər insanlara kömək etməyə çalışıram bu sahəyə xüsusən də təzə başlayanlara. Çünki günün sonunda insana qalan budur da. İnsanlara qatdığı dəyərdir. Günün sonunda insanlara həzz verən də budur. Məsəl üçün mən sıfırdan heç nə bilməyən bir insana belə əgər həvəslidirsə, gözündə o işıltını gördüyüm adamlara belə kömək olmağı çox sevirəm. Və bu şəkillərə davam eləyəcək. Bu podkastın səbəbi odur ki, sıxım sadəcə insanlara bizim millət gəlir meraklısı olduğuna görə gəlir göstərdim. İndi gələn dəfədə inşallah gəlir yox, başqa strategiyalar haqqında danışarıq. Amma maraqlı məncə videolar olacaq. Əlbəttə ki. Bəli, bu formada podkastımızda əla keçdi və son olaraq da bunu demək istəyirəm ki, növbəti podkastlərdə hansı mövzulardan danışmamızı istəyirsinizsə, şərh hissəsinə mütləq yazın. Hər birini oxuyacağam və növbəti səfərdə ən çox hansı mövzudan danışılmağını istəyirsinizsə, o formada da podkastımızı hazırlayarıq. Bizi izlədiyiniz üçün təşəkkürlər. Bir növbəti podkastdə görüşənədək. Sağ olun. Görüşənədək.